Dedim bəxtim gətirdi, şükür olsun Allaha. Suyumun qabağını kəsibdi, yetdi başdı əcdaha. Yetdi qaynım olmaqdansa, yetdi düşmənim olsun. Səni mənə versələr, dünyalar mənim olsun. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Səni mənə versələr. Gördünüz qaqaş, inandınız indi mənə, özümdən çıxaymıram. Götür telefonu da rədd ol çıx get buradan. Özümdən çıxaymıram ki, elə danışsız şey. Dedim ha rədd ol çıx get buradan. Sərxata sizə başdan ayağa. Cəhənnəm ol burada. Gördünüz də özünüzdən. Buna bax, halatsız böyük ha bu, cavab qaytar ha bu. Hamısı atamıza göre oldu. Əhməd kişiyə göre oldu. 50 dəfə dedim də Nazlı'nın dükkanda nə işi var? Qalxıl otur evində işində də. Lazımdır sənə bu. Ne dedin salmışsan sen? Dedim. Ki özün bir de ki iş yaradan olmuşsan sen. Hara giribsə ziyan vermişsən Nə də. qışqırsan üstüne? Nə Düz eləyirəm. Nə düz eləyirsən hə? Sənlə burada çərə döyəsi söyləməm mən. Mən gedirəm Xəzərin ağzı bunu partlatmağa. Ha dəli kimi hara gelirsən? Sən gedirəm bura. Hara gedirsən desən? Ha? Öz başına sensən. Atadadır. Vallahi belə görürəm, sən böyük qardaşlarından daha ağıllısan. Hayat elə demə, eşidərlər xətirlərini deyər. Onu düz deyirsən. Gəl ötürlə! Uşaqsan otur uşaq yerində. Belə də yoxdur ata. Hadi, böyüdülər deyə gəlib boynumda oturacaqlar. Hə də. Ayağın yer almasın hə. Yaxşı ata, bəs necə eləyəcək onu de. Mən özüm bilirəm necə eləmək lazımdır. Onlarla ancaq onların öz dilində danışmaq lazımdır. Həll olacaq söhbət. Əlbəttə. Gülün neynəmsən? Heç nə? Sən can neynəmsən deyə əsəbləşməyəcəm. Sənə kömək eləməyə gəlmişəm də. Mən bax. Əsəbləşməyəcəm, qışqırmayacam, hirslənməyəcəm. De görüm neynəmsən? Nazlı, bu dəfə dükanda oradan baş vurçulub. Bütün kənddə biabır olmusan. Bax bu dəfə səni alaqada olmayacaq. Nə olub de görüm ürəyimi partlatma. Buna bax videoya. 7 qardaşın başına yaraşan hərəkət olmadı mı? Ay Güllü. Bəs Xəzər bunu çəkəndə görmürdü ki, mən düşürəm? Fikir verməyib də yəqin. Reklama başı qarışıb. Ay qız necə fikir verməyib? Çəkəndə fikir vermədi. Bəs paylaşanda da görmədi ki, mən oradayam. Sən nə vaxt xəbərin olub? Bir neçə saat əvvəl. Sənin xəbərin olub, gəlib mənə deməmisən, hə Güllü? Canım, bacım, nazım, duzum, nə olur ağlama, nə olar? Mən sənin doğrudan nazın, duzun, canın, bilmirəm nəyin olsaydım, sən gedib Xəzərə deyərdin, sildirərdin o videonu. Elə demədən nə olur? Güllü, çıx get. Sən bu dəqiqə heç bizim gəlinlərdən heç bir fərqin yoxdur mənim üçün. Mən doğrudan tək imişəm. Get. Neynirsən ha? Ay kişi, neynirsən? Neynirsən ha? Xeyir ola hepsi batımsın. Cəhənnəm olub belə. Nə Xeyir ola videosu ha? paylaşırsan, hə? Nə videosu ha? Canı başsa bilmirsən ya. Bir danışın görün nə videosu? Durma, çorsan, aç bax görə paylaşmışsan. Nə paylaşmışam ha? Dağıtma. Hesab edirəm. Fəza, gör nə paylaşmışsan. Ay nə paylaşmışam ha? Sakit qardaş, neyinirsiniz siz? Sakit. Məhəllədəsiz, adam var, cəmaat var, neyinirsiniz siz? Bildik, Qızlar, nə olub? Sən də burada qalırsan, biz də burada qalırıq. Bildim, Biz də dünən gəlməmişik. Amma bu dünən gələn Sakit bax, bildim də qardaş, məhəllədəyik. gicliyibdir. Sakit söhbət bizi həll edin, nə məsələdir, nə olur? Olmur sakit söhbət eləmək. Orxan. Ha.
Həsən, nə olub? Uşaqlar, sizdən üzr istəyirəm. Yəni, vallahi bilərək paylaşmamışam. Çox üzr istəyirəm, haqqınızı halal edin. Abra bax Xəzər. Bu dəfə keçirik axırıncı dəfə olsun. Özü yığışdır, eşitdin məni? Özünü yığışdır. Eləmə ki, sən videovu çəkək, paylaşalım burada, biabır olasan. Ağıllı ol. Eşitdin, borcu baxma da. Eşitdin. Verdik də. Bozar mı? Yaxşı da, yaxşı. Yaxşı da, yaxşı. Ağıllı ol. Bayaqdan dalaşırlar, niyə ayırmırsınız? Sakitləş. Sən öz işinlə məşğul ol. Nə haqqa verirsən burada sən? Elə bax. Elə bax, belə eləyirsən deyə şəkərcidə yaxşı ediblər, gəlib dükanı dağıdıb gediblər. Mən fikirləşirəm ki, bazımız burada gəb ağılla başdan işini görürlər. Mən nə bilim, bu bura işləməyə yox, oynamağa gəlir. Ay bala, sənin videonun internetə yayılıb, rəqs eləməyə gəlmirsən bura sən? Ay qardaş, valla mən görmürdüm Xəzər çəkir qıraqdan. Görsəydim elə eləməzdim. Nazlı, Xəzər çəkməyib, internetə yayılmamısan. Bura oynamağa gəlmirsən, hə? Da yaxşı da, bəs də onlar dağıtdılar, biz də yığışdırdıq, всё. Adama təsir eləyir, Güllü. Ya mən onlara pis olmamışam axı. Niyə də? Yəni nəyə gəlibsən mənim dükanımı dağıdırsan? Deyim niyə? Bizə yaxşı olursan ona görə onlar neynəsin? Yaxşı, dur. Dur bir də oynayaq. Az nə günüm oynayacağam Eynimiz açılsın. mən? Bax elə bir ki, Xəzərlə mənim xınamdır. Necə oynayacaqsan? Ay Güllü, yaxşısan. Ay Güllü, dayan. Qıdıqlayacam yoxsa qıdıqlayacam. Bax da bax, bir də necə? Bax elə bir ki... Yavaş. Heç nə olmaz. Bax elə bir ki, bizim xınamızdır. Necə oynayacaqsan? Başladı. Oynayaq. Sən xınanda. Hə, mənim Bir dənə xınamda. sənə versəydim Güllü. Bir dənə fıra. Sonra mənə fıradarsan. Güllünün ağlı ilə oturub duran belə olar. Sən niyə Güllünün dediklərini əməl edirsən axı? Nə o fırlayır, motoru qızdırmış maşın kimidir, qutar da. Nazlı, sən başa düşürsən, böyük səhv eləmsən? Siz heç biriniz mənə qulaq asmırsınız, Nə evə qulaq asaq? Eyni şeyi təkrar edirsən, güllü dedi, başqa şey yoxdur. Ay bala, oynamaq istəyirsən, hə? Gəl otur evdə, mahnı qoy, nə qədər istəyirsən oyna. Ha, bura oynamaq yeridir. Xahiş edirəm, artıq dərəcədə sizdən xahiş edirəm. Çıxın, gedin. Nəbi ilə arazıda aparın, gedin, nə olar. Səni burada qoyub mən heç hara gedəndə öyle. Mən də getməyəcəm. Ay Allah, nazlı ölsün sizin əlimizdən, ay Allah. Hələ sən bu balacaya bax, yaxşı nə olar, demirsən demə. Mənə də şəkər deyərlər, olsun tapacam. Tapacam nə danışırsınız, yaxşı. Hə, Əhməd papiçka, bax belə. Sizin nəbişinizi təkləyiblər. Qeyrət edirlər. Təkləmək? Ona zəhmət olmasa təkləmək deməyək də, haqq axtarırıq, haqq danışırıq. Hə, bax bu söhbətdə haqqı qoruyanlarındır. Bəs yaxşı, kişinin başına iş gələr. Hər şey insan üçündür. Pis gün ömrü az olar. Belə məsləhətli cümlələr neyək? Bax, bunlar da qızıldan qiymətli sözlərdir, nə deyə bilərəm? Fazıl Əhməd, sən oğlanların kənara qoy, dərd eləmə onları, dərd o deyil. Dərd sənin qızındır. Bilirsən, qızın o sənin dilini gödəyilib. Qılın. Ay qız ağzına gələn danışma. Mən ağzıma gələn danışmıram. Bunu bütün kənd danışır, bunu bütün internet danışır. Hələ sən bu videoya bax, bax videoya. Nazlı belə qəşəng oynaya bilirmiş. Görsən? Halalsan Nazlı. Yəni bugün belə oynayır, sabah da yəqin solo konsert verər də. Xəzər, sən neynəmsən ay bala? Aləmi qatıb qatışdırmışsan. Neynəmsən deyən az idi, indi sən gəldin, başladım amma. Neynəmişəm mən?
Ay bala bundan artıq nə edəcəksən? Qızın videosunu paylaşmısan Nazlı'nın. Biabır eləmisən yazıq qızı. Düz deyirsən. Amma mən istəyərək paylaşmadım ki, mama. Səncə mən istərdim ki, Nazlı'nın elə bir videosunu paylaşım. Sildim getdi. İş işdən keçəndən sonra daldan atılan taş topuğa dəyir deyirlər. Qız biabır olub da onu silməyimin nə mənası var? Sağ ol da, mənə ürək-dirək verməkdən dediyin şeylərə bax. Sən güya çəkəndə görmürdün ki, mənim bacım doğru düşüb, hə? Pul gözü bu qədər bürüyüb sənin, mənim abırlı, ismətli, həyalı bacıma bir qəpiklik eləmisən? Güllü, sən də. Bilmirəm nə. Nazlı məndən küsüb, bilmirəm nə edirəm. Çox əsəbiyəm. Yazıq qız. Çox sağ ol ana. Sən də sağ ol, amma mən Nazlı üçün dedim onu. Hə. Həzər nəsə elə yoxsa Nazlının karyerası əldən gedəcək? İnanırsan, heç bilmirəm ki, nə etmək lazımdır. Mən də bilmirəm. Axşamın xeyir. Üzr istəyirəm, icazəsiz gəldim. Sən nə vaxtdan icazə alırsan ki? Nazlı, bağışla məni. Bağışlamıram Xəzər. Sənin ucbatından qardaşlarım mənim burada ağzına gələni dedilər. Həqiqətən istəməzdim belə olsun, Nazlı. Xəzər, mən neçə ildir bu kənddə yaşayıram. Heç kəs mənim haqqımda bir dəfə də olsun ağzına gələn heç nə danışmayıb. Bir dəfə də mənim haqqımda artıq əksi heç nə deməyiblər. Amma indi mən sənin ucbatından biabır olmuşam kənddə. Nəyivə bağışlayayım sənin? Çox üzr istəyirəm, nə olar ağlama, xahiş edirəm. Xəzər, çıx get. Xahiş edirəm, çıx get, səni görmək istəmirəm. Nazlı, bağışla məni. Bağışlamıram Xəzər. Deyirəm, adamın gərək ürəyi düz olsun, ürəyi. Nəhayət, istəyimə nail oldum. Yenidən xanımlıq statusumuz qayıdır. Ay qız, mən də özümü o qədər öldürürdüm. Deyirəm, bir səbirli ol da, gözlə gör axırı nə olacaq. Bir para cəmaatın içində biabır olduq, adımız pis gəlinə çıxdı. Amma xanımlıq alın yazımızda varmış. Səbirsiz olduq da, gözləmədik nə olacaq. Amma görsən, yenə də bəxtimiz gətirdi ha. Qısqananlar çatlasın, çatlasın da partlasın. Amma mənə bax, sən çox da sevinmə ha. Niyə? Torbada yenə nəsə pişik var. Deyim biləsən. İnşallah o pişik Nazlını cırmaqlayar. Danış görməyən olub, nə məsələdir? Eşitdim ki, bizim bu Əhməd Fazə ilə dınqılış talih yoxdur. Nəsə belə pıç-pıç eləyirdilər. Arada da nəsə sir var arada. Amma tuta bilmədim nədir. Ha, elədim, talihdən bir söz ala bilmədim. Qaldı, ürəyimdə qaldı. Ay qız, onu bilməyə nə var ki? Bizim əlimizdə 2 vur 2-dir. Alo? Buyur, Nazlı, sənsən? Atam hardadır? Telefona cavab vermir. Atan heç nə, narahat olma, təzyiqi qalxmayıb, nəzarətdədir. İndi bilirik də ata üçün qız nədir. Sən narahat olmayıb, biz onu gözümüzdən kənara qoymuruq. Yo, atamla başqa işim var idi. Can sənə qurban olaram, ay Nazlı. İnanırsan, içim parça-parçadır da mənim. O qədər pis oluram mən sənə görə. Gəlinin ölsün, ay Nazlı, gəlinin ölsün. Sən neçə il ağ vərək kimi adını qoru. Sən neçə il adına söz gətirmə. Sonra gəl bir dənə hardasa bambılı bir dənə sarı gədək, göy-göz gədəyə bax, özün bax belə elə bax. Adva söz çıxar. Nərmin, evimin içi siz heç olmasa artıq danışmayın. Bu söz-söhbət də yaman ürəyinizdəndir. Yox, mən nə deyirəm ki, qurban olaram sənə. Biz indi nə deyirik, heç nə demirik ki, biz qıraqdan elə deyirlər də. Mən artıq heç nə eləməmişəm. Dükanımda əylənmişəm, yaxşı eləmişəm.
Əcəb eləmisən. Yaxşı eləmisən. Sənə qurban olaram mən, canım baldızım. Biz nə deyirik? Biz heç nə demirik ki, görüblər, danışıblar. Biz bilirik sən necə qızsan. Biz həyatda boyu sənin haqqında elə düşünmərik. Heç vaxt. Biz bilirik sən necə qızsan. Narahat olma. Alo? Nazlı? Buyur. Heç qulaq asmadı, şad boy verdi. Eyb yox. Eyb yox. Bizim xanım olmağımıza çox az qalıb, Nazlı xanım. Yaşar, Nazlı'nın qəlbini əl ala bildin. Nazlı imkan verir ki, ağzım açım sözümü deyim. Nazlı da düz eləmir də. Böyük qardaşa qarşı hörmətsizlik eləyib. Böyük kiçik qalıb ki, ata, böyük kiçik qalıb ki. Papa, böyük kiçiyin sözünü böyütməsə, kiçik öz böyüyünü tanıyar. Nə bir də düz deyir də, böyük də gərək hamının işinə burnunu soxmasın. Bəs bizim ailə dəyərlərimiz anı? Hara getdi? Öyle, Yaşar onu düz deyir də. Papa, ailə dəyərlərini qoruymaq istəyən böyük məsələni həll eləyər. Şirdi başqalarına düşmək eləməz. Düz deyir də, böyük də gərək yerin bilsin də. İndi görürəm. Birinci dəfədir ki, ömründə birinci dəfədir ki, şirniyyatı evdə Nərmin pişirdi. Harda mənim xoşlamadığım şirniyyat var, onu pişirib ki, mən yeməyim. Nəmişqa onun sözünə oturub duran qız deyil, bunu bil. Yəni, mən elə bir səhv dedim bir cümləni. Hadi sən də hər dəfə elə şey deyirsən, sonradan oturub onu fikirləşmək lazım deyil burada mənim üçün. Sən də çayı iç. Sən də yeyirsən, yemirsən, çıx get də. Mən bundan yeyə bilmirəm, ata, nə olar ki? Mən onsuz heç də olmaz, mən bugün şirniyyat yemərəm. Bugün su da içmərəm, mən bugün çay da içmərəm. Mən bu günləri dilim dodağım qupquru quruyar, elə dilimi dodağımı tutaram, elə də yıxılıb yataram. Nə olar ki? Sən yenə məni körətsin. Ala bu pulu, get harda yersən, istəyən kafedə, istəyirsən restoranda. Dur get. Yəni, papa, bu konsert buna görə idi. Konserti sənin o Nəcib qardaşın verir, başa düşdün? Ata, mən gedirəm, sən də bu uşağa baş qoşma. Uşaq deyəndə ki, 1 yaş böyüksən də məndən. Nə 1 yaş, o təqvimdə ola bilər, o 1 yaşdır. Mən sənə ən az 10 yaş böyüyəm, bildiyin. Nə demək istəyirsən? Yaxşı eləyirəm, mən nə deyirəm? Sən ona deyirəm, mən indi sənin yanında istəmirəm, ona mən cavab verir. Mən artıq sizə deməyə söz tapmıram. Sən nə vaxtdan cəza alırsan ki? Nazlı, bağışla məni. Bağışlamıram, Xəzər. Sənin ucbatından qardaşlarım mənim burada ağzına gələrdilər. Həqiqətən istəməzdim belə olsun, Nazlı. Xəzər, mən neçə ildir bu kənddə yaşayıram. Heç kəs mənim haqqımda bir dəfə də Osun ağzına gələn heç nə danışmayıb. Bir dəfə də mənim haqqımda artıq əksi heç nə deməyiblər. Amma indi mən sənin ucbatından biabır olmuşam kənddə. Nəyivə bağışlayayım sənin? Çox üzr istəyirəm, nə olar ağlamı xahiş edirəm. Xəzər, çıx get. Xahiş edirəm, çıx get, səni görmək istəmirəm. Amma indi mən sənin ucbatından biabır olmuşam kənddə. Nəyivə bağışlayayım səni? Çox üzr istəyirəm, nə olar ağlamı xahiş edirəm. Xəzər, çıx get. Xahiş edirəm, çıx get, səni görmək istəmirəm. Dostlar, hər vaxtınız xeyir olsun. Mən bir məsələyə aydınlıq gətirmək istəyirəm. Deməli, mənim keçən dəfə paylaşdığım videonu bilərəkdən paylaşmamışam dostlar. Həqiqətən istəməzdim belə bir şey olsun. Mən buradan
yəni bu hərəkətimə görə Nazlıdan və Nazlının ailəsindən çox-çox üzr istəyirəm. Yəni bu videonu həqiqətən, o yayılan videonu həqiqətən bilərək çəkməmişdim çünki buna görə hər birinizdən çox-çox üzr istəyirəm dostlar. Haqqınızı alad edin. Necə mədəni uşaq deyə, necə anlayışlı deyə. Hər addımına vuruluram. Videonu gördün? Rəfiqəndir də, heç olmasa sən danışma. O videonu demirəm. Xəzərin videosunu deyirəm. Ala bax. Nə qələt eləyib? Üzr videosu paylaşıb ki, hər gördüyünüzə inanmayın. Ağzı göyçəklərin payını verib. Yox. Şillə təpikdən sonra ağlı gəlib başına, yaxşıdır. Necə adamlarsınız siz? Valla kəndin adımı batırırsınız. Deyəcək ki, üzr istədiyim adamlara bax bir dənə. Sizə görə mən də həsrətdən gəbərib evdə qalacağam. Ağıllı olardı, kəndə yeni adət gətirməzdi. Nəysə, get bacından da, qonşundan da üzr istə. Ay qız, bilsən nə var? Məndən küsən, özündən küs. Nəysə, sən heç nə eləyən deyilsən. Olan elə mənə olacaq. Qoy gedim mən üzr istəyim. Başa düşmürəm, sən niyə xalqın oğluna üzr istəməlisən ki? Adam qəlb qırdığı kimi gərək qəlb almağı da bilsin də hərdən. Özün bilərsən. Oğul, sənin elədiyin hərəkət düzgün deyil. Amma sən yəqin ki, səhvi düzəltdin də, hə? Ürəyini sıxma. İnşallah qardaşları ilə də barışar qız. Əşi, ay umma, tək problem qardaşları deyil ki. Mən belə eləməməli idim. Qulaq as, sən yəqin ki, videoda hər şeyi izah eləmisən də. Hamı da eşidəcək, biləcək məsələ nə yerdədir. Heç qızı qınayan da olmayacaq. Halal olsun sənə ədaləti bərpa eləyən adam. Niyə ki? Bizə də halal olsun Şahnaz xala. Valla gərək kəndin ortasında sizin heykəlinizi qoysunlar. Niyə ki? Belə oğul böyütdüyünüzə görə. Sağ olun. Çox sağ olun. O gün olsun gəlinim deyəsiniz. Sən də yaxşı ki, videonu çəkdin, qoydun. Görsən, hamı biləcək ki, Nazlının günahı yoxdur. Hə də. Ümumiyyətlə, ailə söz-söhbətini, məlumatlarını sosial şəbəkədə paylaşmaq olmaz mənim balam. Üzün gülsün, ona qoy. Ürəyi kövrəkdir də. Bax, Nazlının problemi qardaşları ilə də. Onlar o qıza gün verib işıq vermirlər. Yəni, sən olmasaydın da onlar nəsə tapacaqdılar problemi çıxartmağa. Nazlı da yaxşı deyil, neçə vaxtı yemək yemir. Bəlkə sizdə hazır yemək olar, mən ona alım aparım verim. Hə, var. Mən yeyib gətirim. Gətir. Heç mən də yemək yemirəm, neçə gündür. Dostum yemir deyə boğazımdan keçmir. Beləyəm də mən biraz dost canlıyam, xarakterim belədir. Ürəyi kövrəyəm. Halal olsun sənə qızım. Çox sağ ol. Sən yaxşı dostsan. Çox sağ ol. Bütün dünya gəzsən də olarsan da mənə kimi rəfiqə tapa bilməyəcəksən. Harda var məndən? Yemək gətirmisən? Hə. Qəşəng abed eləyək. Nuş olsun, mən istəmirəm, sən ye. Gəl. Nə olar biraz yemək? Xahiş edirəm, üzr istədim də səndən, nə olar? Mən küslü qala bilmirəm. Nə olar, bəsdir də, sən mən bir dönüm, sən oxu. Ox. Bax, indi hamı Xəzərin paylaşdığı videonu görəcək, söhbət bağlanacaq, narahat olma. Adama təsir eləyir, Güllü istəmirəm də. Adama təsir eləyir, yəni qardaşlarım heç məni tanımayıb.
Heç bir qram mənə inanmırlar. Sən hələ qardaşlarından danışa bilirsən. Ala, ala. Qardaşlarım. Qabaqda toyumuz var. Biz sənin qaynanamla aramı yaxşı eləmişəm. Nə olar o qaşlarımı aç da. Deyəcəklər Güllünün rəfiqəsinin alnına qırış düşüb. Aç bunu. Gəl çıxaq çəmən üstə, gündə rəstə. Ya oynama, oynama. Yaxşıma yeməyi ye. Ölüb qalacaqsın əlimdə. Qardaşlar. Vaxtıdır. Nə bilim Güllə. Adam fikirləşir, əsəbləri korlanır. Korlanmasın. Aç ağzını. Maşın gəlir uzaqdan. Traktor deyildi o. Az nə bilim, mənim maşın deyiblər. Uşaq böyütməmisən axı, nə biləsən. Sən böyütdüklərin. Qardaşların kim böyüdü? Deyirəm, Fazənin ağzından sərvət tökülür. Mən də yatmışam fil qulağında. Ayaqdandan bir-birinlə dalaşırlar. Birinin söz o birinin boğazından keçmir. Hə Talih, artıq dediyimizi eləyək. Bu işin həll olma vaxtı elə indidir. Hətta biz gecikmişik. Bunun gələn ki biz niyə bilməmişik ki? Ay Güllü. Güllü, nə oldu bizə? Ürəyim bulanır. Əla, sən mən Xəzərimə qovuşturmadan öldürmə, nə olar? Güllü, başım batsın. Deyirəm, vəziyyətin pisdir, qayıdırsan ki, Xəzər elə, Xəzər belə. Neyini mənim hələ xonçam oynamayıb, nəyin dərdin çəkir? Kimisə çağırım. Güllü, mən... Nazlı. Ay Nazlı. Nə oldu bizə? Nevşika. Nə bil? Yatmaq vaxtı deyil. Nə olub? Yatmamışdım. Nə olub? Evimizdə sərvət yatır, sərvət yatır. Harda yatır? Sən niyə gəlmişsən? Darıxmışdın mənim üçün. Sən ola dayan, darıxmaq vaxtıdır. Sənə deyirəm ki, evimizdə sərvət yatır, xəbərimiz yox. Harda yatır sərvət? Əhməd papuçqa, deməli, kəndin başından torpaq alıb. Heç kimə də demir. Sağ ol Əhməd. Deməli torpaq alıb, hə? Heç kimə də demir. Görürsən, niyə torpağı? Hə? Yaxşı, öz qulağımdan eşitdim. Fazəm dedi ki, kim hamını bir yerə yığa bilsə, kim ağsaqqallığı ilə bilsə, o torpağı ona verəcək. Bu kişi bu torpağı nə vaxt alıb mənim xəbərim yoxdur. Mənim Fazəm elə belə Faza deyil. Kişinin gizli sandığı varmış. Bir dəqiqə deyər. Geri gəlsə, birinci o mənim Fazəmdir. Başa düşürsən? Bizdə xəzinədar Fazəmdir. Yaxşı, nə fərq var sənin mənim Fazəmdə, bizim Fazəmiz, qurban olaram Fazəmizə. Fazəmizin sandığı var imiş, sandığı. Nə deyir ki? Məsələ o deyil, Məsələ indi odur ki, kim özünü ağsaqqal kimi aparsa, kim hamını bir yerə yığmağı bacarsa, hansı oğul, bax o oğula da o torpağı verəcək. Üzürlü düşmənin olsun. Ay kişi, kənd, kəsək bilir ki, biz Nazlını ovuzumuzda saxlamışıq. Sən onların ağzının üstündən vurmaqdansa gəlib qoşulmusan onlara. Bax, şəxsən mən sənə deyirəm. Mən öz adımdan sənə deyirəm. Mən səndən incimişəm. Yaxşı. Üzürlü düşmənin olsun. Söhbət bağlandı. Yaxşı. Qonşu Namiqdir dədə. Xəzərin o paylaşdığı videodan sonra zəng eləyib üzrxahlıq istəyir. İndi onun üzr istəmənin nə mənası var? Hər kiçik məsələdə ağsaqqal olmaq lazımdır. Yoxsa sizin kimi
Bir tərəfdən Nazlını qınayırsınız, o biri tərəfdən qruplaşıb döşənirsiniz üstünə. Ailəyə ziyan vuran adama arxa dayaq olublar. Ayın axır hesabatlarda mən deyəcəm onlara. Videonu görən bir-bir yığacaq mənə. Yox, razı. Hə, razı. Alo, Arif, qorxmayın, Nazlı xəstəxanadadır. Nə? Nə olub ona? Hələ həkim yoxlanışındadılar. Güllü biraz normaldır amma Nazlının vəziyyəti yaxşı deyil.